Mənə ay ərzində tam olaraq 10 nəfər sosial şəbəkədən yazır ki, qardaş, ora necə gələk, Avropaya necə gəlib çıxaq və yaxud da Avropanın hansısa bir ölkəsinə necə gələ bilərik, bunun yolu nədir? Bizə də de, biz də gələk. Təbii ki, mənim də üzərimə düşən insanlara kömək eləməkdir, bacardığımdan təbii ki. Bura gəlmək istəyən insanlara dedikdə ki, müəyyən qədər xərcim var. İnsanlara bunu dediyim zaman insanlar artıq bura gəlməyi fikrindən daşınırlar. Amma məncə dəyməz, çünki əgər Avropaya gəlirsinizsə, yəni belə bir hədəfiniz varsa, hədəfə sona kimi yəni çatmağınızı mən məsləhət görürəm. Mən hələ də bunu başa sala bilməmişəm ki, cibinizdə bir miqdar pul olmalıdır ki, Avropaya gəlib çıxa biləsiniz rahat formada. Yəni bura gəlmək asan, sadəcə maddi cəhətdən bir qədər cibinizdə pul olmalıdır, bu mütləqdir.